Nədir? Bundan çay qoymaq olar, bundan yemək pişirmək olar, bundan içmək olar. Bu nədir? Bu nə məsələdir bu? Bu nə məsələdir? Abşeron rayonu Masazır qəsəbəsi ərazisində sakinlərə verilən suyun keyfiyyəti müzakirələrə səbəb olub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda vətəndaş suyun köpüklü verilməsinə irad bildirərək onun kimyəvi tərkibinin təhlükəli olmasını iddia edir. Sözügedən paylaşıma onlarla istifadəçi şərh yazıb. Bəziləri sudakı köpüklərin yüksək təzyiqlə gəldiyi üçün yarandığını iddia edib. Zaqatalada 24 yaşlı qadın intihar edib. Saat 16:00 radələrində Zaqatala rayon Gözbaraq kənd sakini 2001-ci il təvəllüdlü Aygün Əzizova canına qəsd edib. O yaşadığı evin həyətindəki damdan özünü ataraq intihar edib. Onun ruhi xəstəliyi olduğu bildirilir.